Depressiya iradəsizlik deyil. Depressiya tənbəllik deyil. Alın yazısı isə heç deyil. Bu sözləri niyə görə qeyd edirəm? Çünki depressiyadan əziyyət çəkən insanlar ətrafındakı insanlar tərəfindən hər şey sənin iradəndən asılıdır. Sən istəsən bu vəziyyətdən çıxa bilərsən kimi sözləri tez-tez eşidirlər və artıq bu vəziyyətdən çıxa bilmədikləri üçün mən iradəsizəm, mən zəifəm kimi fikirlər özləri haqqında formalaşır. Artıq bu da depressiyanın daha da ağırlaşmasına gətirib çıxarır. Depressiyanın əsas əlamətlərindən biri gün boyu heç bir iş görməməsinə baxmayaraq aşırı yorğun olma hissidir. Bütün günü yatma istəyinin olmasıdır və belə olduqda da artıq bu insanlar, ətrafındakı insanlar tərəfindən tənbəl kimi, sən tənbəlsən fikri artıq ətrafındakı insanlarda formalaşır. Bu insan haqqında belə bir fikir formalaşır və çıx evdən, gəz, onu et, bunu et kimi ağlı məsləhətlər bu insanlar, depressiyaya əziyyət çəkən insanlara verirlər və belə olduğu halda da artıq bu insanda onsuz da depressiyanın əsas əlamətlərindən biridir bu yorğunluq. Onsuz da yatmaq istəyir, heç bir şey etmək istəmir və kənardan olunan bu kimi məsləhətlər, bu kimi təzyiqlər artıq bu insanların vəziyyətini daha da çətinləşməsini gətirib çıxarır və depressiyada olan insanın etdiyi əsas düşüncə səhvlərindən biri mən nə etsəm də bu vəziyyətdən çıxa bilməyəcəm fikridir. Artıq sanki bu insanın alın yazımış kimi belə bir fikir formalaşır bu insanlarda. Artıq bu vəziyyətdən çıxmaq üçün heç bir cəhd eləmir və depressiya elə bir psixoloji pozuntudur, elə bir xəstəlikdir ki, artıq müalicə olunmadıqda təkrar olunma, yəni restiv vermə faizi daha yüksəkdir. Deyək ki, birinci dəfə hansısa bir ağır bir psixoloji travmadan, bir stressdən sonra bu insanın depressiya yaşanıb və bir müddət müalicə almayıb və bir müddətdən sonra müəyyən qədər stabilləşmə, yaxşılaşma olub, artıq növbəti epizodun olmaq üçün birinci dəfə olduğu qədər böyük bir problemin olmağına ehtiyac yoxdur. Artıq daha kiçik problemlər də bu insanlara depressiyanın yaranmağını gətirib çıxarır. Dediyim kimi, depressiya tibbi bir problemdir. Yayılmasına görə insan orqanizmində yayılmış ən çox xəstəliklər içərisində ürək qan damar sistemi xəstəliklərindən sonra ikinci yerdədir. Kişilərdə yayılma faizi hər 100 kişidən 5-10 nəfərdə müşahidə olunur, 5-10%dir. Qadınlarda isə 10-20% təşkil edir. Əgər günün çox hissəsi keyfsizlik, hər şeyə qarşı maraq azalması, həyatdan zövq alma, gələcəyə dair ümidsizlik, hər bir şeydə özünü günahlandırma, cinsi istəksizlik, yuxu, iştah kimi problemlər ən azı 2 həftə müddətində günün çox hissəsi davam edirsə, o zaman mütləq şəkildə lazımdır ki, psixiatra müraciət edəsiniz.